Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əyyam-ı Fatimiyyə artıq başlayıb. Əyyam-ı Fatimiyyə dedikdə, yəni xanım Zəhra salamü əleyhanın şəhadət günləri nəzərdə tutulur. Tarixdə iki mənbə olduğuna görə, ona görə birinci mənbədən, birinci tarixdən və ikinci tarixə qədər bu günlər xanım Zəhra salamü əleyhanın şəhadət günləri qeyd olunur. Və bu günlərdə xanıma həsr olunan məclislər və söhbətlər olunur. Mövzumuz da elə xanımla bağlı olacaq və bir neçə nöqtəyə bu mövzuda toxunacağıq. Təbii ki, xanım Zəhra salamü əleyhanın həyatına biz əgər nəzər yetirsək, xanım Zəhranın həyatı iki qismdən ibarətdir. Birinci, onun ailə həyatı, atası ilə, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmlə keçirdiyi günlər və ondan sonra ailə qurduqdan sonra Həzrəti Əli əleyhissalamla, övladları ilə keçirdiyi günlərə nəzər edə bilərik. Bu baxışdan baxa bilərik. Həyatının digər bir hissəsi isə onun ictimai-siyasi həyatı, mübarizə və müqavimət həyatıdır. Xanım Zəhra salamü əleyhanın ailə daxilində atası ilə, övladları ilə və həyat yoldaşı ilə davranış qaydaları, ailədə olan səmimiyyət və biri digərlərinə münasibətə biz diqqət edə bilərik və bu həyatdan, bu mübarək həyatdan biz örnək və nümunələr götürə bilərik. Həqiqətən də cəmiyyətdə ailə məsələləri çox mühümdür və ailə məsələlərində mükəmməl olan, kamil olan şəxsiyyətlərdən nümunə götürmək lazımdır. Bugün şeytanın əsas hədəflərindən biri də ailədir, ailələrə olan təsirdir. Möminlər gərək bu məsələlərə çox diqqət etsinlər. Ailə bir səngərdir. Ailə möminin səngəridir. Bu səngər gərək möhkəm olsun. Əgər bu səngər möhkəm olarsa və ailə məsələlərində insan xanım Zəhra salamü əleyha kimi şəxsiyyətlərə baxıb örnək və nümunə götürərsə və həmçinin Həzrəti Əli əleyhissalamın həyatına baxıb örnək və nümunələr götürərsə, o zaman ailələr möhkəm olar, ailə səngərləri möhkəm olar. Ailə səmimiyyətini insan, mömin insan öz həyatında artırmalıdır. Əgər istəmiriksə ailələrimiz, ailə münasibətlərimiz bugünkü Qərb və Avropa modelinə oxşasın, onlardan təsir götürsün, gərək özümüz addım ataq. Möminlər gərək özləri addım atsınlar. Əgər addım atmasalar, bugün Avropa və Qərb mədəniyyətində olan, cəmiyyətində olan ailə münasibətləri, hansı ki, çox bərbad bir vəziyyətdə olan ailə münasibətləri bizim də ailələrimizə nüfuz edəcək, təsir edəcək və təbii ki, nüfuz etməkdədir və təsir etməkdədir. Müxtəlif vasitələrlə, istər sosial media vasitələri ilə, istər televiziya vasitələri ilə və istərsə də real həyatda olan vasitələrlə insanın ailəsinə, möminlərin ailələrinə, müsəlmanların ailələrinə öz təsirini qoyur. Bu təsirdən yan keçmək üçün, bu təsiri bitərəf etmək üçün gərək ailə üzvləri, xüsusən də qadın və kişi, ailədə olan qadın və kişi bu məsələlərə diqqət etsinlər və bu məsələlərdə möhkəm olsunlar, ayıq və sayıq olsunlar. Ev və ailə Allahın sevdiyi səngərlərdəndir. Əbəs yerə deyil ki, nə qədər ailə məsələləri ilə bağlı bizim məsumlarımızdan hədislərimiz var. Niyə ailəni səngərə bənzədirlər? Baxın, səngərdə insan nə etməlidir?
bir sual verə bilərik ki, səngərdə insan nə etməlidir? Səngər elə bir yerdir ki, insan gərək orada yatmasın. Səngərdə yatmaq olmaz. Səngərdə qəflətə düşmək olmaz. Çünki yatarsansa, qəflətə düşərsənsə, döyüş meydanında, səngərdə düşmən qəfil olaraq hücum edəcək. Bugün ailələrimizə olan düşmənlər, ailə modelimizə, ailə məsələlərimizə, İslami ailə dəyərlərinə olan qarşı olan düşmənlər, onlar pusqudadırlar. Onlar bir anlıq bizim, yəni möminlərin, müsəlmanların qəflətini gözləyirlər ki, ailə daxilindən bu cəmiyyəti bərbad etsinlər, məhv etsinlər. Ona görə ailəni və evi də səngərə bənzədirlər ki, o səngərdə gərək insan ayıq-sayıq olsun və qəflətə düşməsin. Ailə ibadət yeridir və tərbiyə yeridir. Ailədə insan elə ibadətləri yerinə yetirə bilər ki, o heç bir yerdə yerinə yetirilməsi mümkün deyil. Yəni, insan çox sadə üsullarla, söhbət Quran oxumaqdan, söhbət namaz qılmaqdan, zikr, ibadət etməkdən getmir. Çox sadə üsullarla insan ailədə elə ibadətlər yerinə yetirə bilər ki, heç yerdə o ibadətləri yerinə yetirə bilməz və o savabları əldə edə bilməz. Təbii ki, söhbət burada savabdan getmir, savabı öz yerində. Amma ailəni qoruyub, ailə daxilindən cəmiyyətə çıxan fərdlərdən söhbət gedir. Ona görə bir neçə hədis məsumlarımızdan qeyd edəcəyik ki, bilək ki, İslamın, məsumlarımızın ailəyə olan dəyəri nə qədərdir? Həm savab baxımından, həm də real həyatda olan faydalar baxımından. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, bir insanın öz ailəsi ilə evdə oturması, bu məsciddə etikaf etməkdən Allah üçün daha xeyirlidir. Həzrəti Peyğəmbər məsciddə, yəni öz məscidində, Peyğəmbər məscidində oturub bu hədisi danışır. Deyir, bir kəs gəlib bu məsciddə etikaf edə. Etikaf, yəni şəri məsələlərdə var, məsciddə bir neçə gün oturub ibadət etmək və müəyyən əməlləri yerinə yetirməkdir. Şəri kitablarda bunun təfsilatı var. O təfsilata getmək istəmirəm. Etikaf deyilən bir əməl var. Gecə-gündüz insan bir neçə gün məsciddə qalıb ibadətlə, itaətlə məşğul olmalıdır. Həzrəti Peyğəmbər etikafa işarə edir və özü də o etikaf ki, Peyğəmbər məscidində ola. Mədinədə yerləşən Peyğəmbər məscidində ola. Həzrəti Peyğəmbər buyurur ki, bir insan öz ailəsi ilə otura ibadət yox ha, məsələn, deyək ki, otura zikr edə, Quran oxuya, namaz qıla yox. Sadəcə oturub deyə, danışa, gülə, münasibət qura. Deyib gülməkdən, danışmaqdan, söhbət etməkdən, səmimi bir münasibətdən söhbət gedir, ibadətdən söhbət getmir. Peyğəmbər buyurur ki, bu əməl mənim məscidimdə, yəni Peyğəmbər məscidində etikaf etməkdən Allah yanında daha sevimli və daha xeyirlidir. İmam Sadiq əleyhissalamdan başqa bir hədisdə buyurur ki, İmam Sadiq əleyhissalam bir xanım həyat yoldaşına bir stəkan su verə. Bir xanım həyat yoldaşına bir stəkan su verərsə, bu niyyətlə ki, öz həyat yoldaşına diqqəti var deyə. Bu cür nə olmasın ki, məsələn, istəməyərəkdən verə və yaxud bir neçə dəfə həyat yoldaşı tərəfdən xanıma deyilə, ondan sonra ikrah hissi ilə istəməyərək durub o bir stəkan suyu gətirə və yaxud digər bir istədiyini yerinə yetirə. Yox, burada söhbət ondan gedir ki, xanım öz həyat yoldaşına diqqəti var deyə bu əməli yerinə yetirir. Allaha xatir, qurbətən ilallah yerinə yetirir. İmam Sadiq əleyhissalam buyurur ki, bu əməl onun üçün bir ilin ibadətindən daha xeyirlidir. Yəni, o xanım ki, həyat yoldaşına dəyər verib, ona diqqət ayırıb bir stəkan onun üçün su gətirir, İmam Sadiq əleyhissalam buyurur ki, bu əməl Allah yanında bir ilin ibadətindən daha xeyirlidir Allah yanında. Niyə? Çünki bu münasibət
ailə daxilində səmimiyyət yaradır. Bir-birinə mehribançılıq və bağlılıq yaradır. Hz. Peyğəmbərimiz digər bir hədisində buyurur ki, Əli əleyhissalama, ya Əli, buyurur ki, ya Əli, bir nəfər bir saat ailənin xidmətində olarsa, insan bir saat ailənin xidmətində olur. Məsələn, onu gəzməyə çıxardır, ya onun xidmətində durur, onun üçün müəyyən işlər görür, hər hansı bir məsələdə ona kömək edir. Bir saat ailəsinə vaxt ayırır. Gün ərzində bir saat ailəsinə vaxt ayırır. Hz. Peyğəmbər buyurur ki, ya Əli, bir nəfər bir saat ailənin xidmətində dura 1000 ilin ibadətindən xeyirlidir. İnsan 1000 il yaşamır. İnsan 1000 il ömür etmir. 100 il etməyə, o da bu zəmanədə çox nadir hallarda insan 100 il həyat sürə və o ömürdə müəyyən ibadətləri yerinə yetirə. 70 il, 80 il, 60 il az da ola bilər, çox da ola bilər. Hər bir halda hədisin demək istədiyi budur ki, İnsan əgər 70 yaşında dünyasını dəyişərsə, ailəsi ilə münasibəti bu cür olarsa, 1000 ilin savabını, ibadətin savabını özü ilə apara bilər. Nə xoş o insanın halına ki, 70-80 il ömür yaşaya, amma 1000 ilin ibadətinin savabı ilə bu dünyadan gedər. Bu çox mühümdür. Başqa bir hədisində Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ailəyə xidmət bir neçə xeyirli məsələni insan üçün gətirir. Buyurur ki, ailəyə xidmət böyük günahların kəffarəsidir. Böyük günahlar var. O günahları insan yerinə yetirir. Deyir, əgər ailəyə xidmət edərsə, o böyük günahlar aradan gedər, silinər. Ailəyə xidmət böyük günahların kəffarəsidir. 2, Allahın qəzəbini söndürəndir. Ailəyə xidmət Allahın qəzəbini insana qarşı söndürər. Bu da mühümdür. Baxın, Allahın salih bəndələri, şəhidlər, siddiqlər, böyük alimlər, o şəxsiyyətlər ki, Allah yanında dəyər qazanıblar, şəhadət məqamına çatıblar və yaxud salih bəndə kimi bu dünyadan gediblər, onların həyatlarını araşdırın, görərsiniz ki, onların həyatlarında hədislərdə deyilən ailə münasibətləri çox mükəmməl şəkildə olub. Bir çox alimlərin həyatında var. Onların alimlik səviyyəsinə və yaxud salih bəndə olmasına və yaxud şəhidlik məqamına çatmasında onların ailələrinin, həyat yoldaşlarının böyük rolu olub. Onların ailə daxilində münasibətlərinin böyük rolu olub. Belə deyil ki, insan ailəsində bədraftar ola, gedib hansısa bir məqama çata. Bu çox təsirlidir. O baxımdan bir çox alimlərin həyatlarında bu öz əksini tapır ki, ailələri onlara necə xidmətlər göstəriblər. Mən bir alimin həyatından danışacağam. O alim ki, müəyyən müstəhəb əməlləri yerinə yetirirdi. Müstəhəb əməllərdən biri də bu idi ki, hədislərimizdə var, 21 qara kişmiş, hər səhər ac qarına 21 qara kişmiş insan yeyərsə, onun zehninin artmasında, yaddaşının güclənməsində böyük təsiri var. Bu hədislərdə öz əksini tapmışdır. Həmən bu alim hər gün bunu yerinə yetirərmiş və onun xanımı hər gün axşamdan həmən o 21 kişmişi təmizləyib, yuyub, hazır qoyarmış ki, səhər həmən alim, yəni həyat yoldaşı durub zəhmət çəkməsin, əziyyət çəkməsin, onu hazır olaraq götürüb yesin. Bir gün bu alim səfərə çıxmalı olur. 10 günlük və yaxud bir neçə günlük səfərə çıxmalı olur. Səfərə çıxarkən xanımı gətirir, bir torba ona verir. Alim soruşur, burada nədir? Deyir, sən ki, bir neçə gün səfərdə qalacaqsan ki, bu kişmişlərdən istifadə etməlisən. Hazır olaraq hər gün üçün 21 dənə ayırmışam, başqa-başqa qablarda hazır qoymuşam. Yəni, sən orada əziyyət çəkməyəsən ki, yenidən onu təmizləyib, yuyub, yeyəsən. Hər gün bir qabı
açıb o 21 kişmişi oradan yeyə bilərsən. Baxın, bu çox dəyərli bir şeydir ki, bu xanım nə qədər öz həyat yoldaşına dəyər verir və bunun da təsiri var. Bunun da təsiri budur ki, bu alim artıq bu şeylərə vaxt ayırmır, mühüm işlərə, cəmiyyət işlərinə, elm işlərinə vaxt ayırır. İslam niyə bu qədər ailə dəyərlərinə önəm verir və ailə dəyərlər, ailə daxilində olan münasibətlərə, səmimi münasibətlərə önəm verir? Çünki ailədən çıxan hər bir fərd sabah cəmiyyətin bir üzvüdür. Əgər ailələrdə bu münasibətlər olarsa, yəni Həzrəti Zəhra sallallahu əleyhi və səlləmdən nümunələr, örnəklər götürülüb, ailələr öz həyatında tətbiq edərlərsə, öz ailə daxilində tətbiq edərlərsə, Əli əleyhissalamdan və digər dəyərli şəxsiyyətlərdən bu nümunələri götürüb öz həyatlarında tətbiq edərlərsə, sabah bir normal cəmiyyət, sağlam cəmiyyət formalaşar. Söhbət dindən, İslamdan getmir. Yəni dində, İslamda bu öz əksini tapmışdır. Amma hər bir cəmiyyət üzvləri istəyərlər ki, cəmiyyət normal olsun, cəmiyyətdə fitnə, fəsad olmasın, cəmiyyətdə əmin-amanlıq olsun. Bu İslam cəmiyyəti oldu və yaxud qeyri-İslam cəmiyyəti oldu. Fərq etməz. İnsanın xüsusiyyəti, insanın xarakteri, insanın təbiəti budur ki, insan əmin-amanlıq içində yaşamaq istəyir. İnsan fitnə, fəsad, günah, cinayət və digər problemlər ki, cəmiyyətdə olur, aldatma, bir-birinə əziyyət vermə, bir-birinin haqqına girmə, bu hər bir cəmiyyət üzvləri bunu arzulayırlar və istəyirlər. O baxımdan əgər ailələr dəyərli olsalar, İslam dəyərlərinə uyğun qurulsalar, bu cəmiyyətdə əmin-amanlıq yaranar. Yəni cəmiyyətdə hərc-mərzlik baş verməz. Yəni cəmiyyətdə qeyrətsizlik baş verməz. İnsanlar, ailə üzvləri bu dəyərləri mənimsələr, tətbiq etsələr, ailə üzvləri, cəmiyyət üzvləri qeyrətli olarlar. Cəmiyyətdə fəsad yaranmaz, fəsad aradan gedər. Cəmiyyətdə oğurluq və aldatmalar, bir-birinin haqqına girmələr olmaz. Bunlar hamısı ailə dəyərlərini qurmaqla aradan qaldırırlar. Baxın, təkcə qanuni yollarla, yəni hüquq və məhkəmə sistemi ilə cinayətlər və cəmiyyətdə baş verən hərc-mərzliklər aradan qaldırılması mümkün deyil. İnsan düşünməməlidir ki, ancaq qanunlar möhkəm olsun, qanunlar sərt olsun, yəni hüquq və məhkəmə sistemi sərt olsun və cəzalar sərt olsun ki, cəmiyyət normal formalaşsın. Yox, bu düzgün deyil. Baxın, Qərb ölkələrinə, Avropa ölkələrinə baxın. Orada hüquq məhkəmə sistemi bizdən, yəni müsəlman ölkələrindən qat-qat çoxdur, möhkəmdir və bəlkə də daha sərtdir. Amma fitnə, fəsada və hərc-mərzliyə gəldikdə Avropa ölkələrində daha çox cinayətlər, daha çox fəsadlar, daha çox hərc-mərzliklər, qeyrətsizliklər və s. və ilaxır İslam ölkələrinə nisbətdə daha çoxdur. Əgər qanunla olsa, onda qanunu sərtləşdirməklə, cəzaları sərtləşdirməklə gərək bu cəmiyyətin normal vəziyyətə gəlməsi alınsın. Amma görürsünüz, alınmır. Niyə? Çünki qanunların sərtləşməsi ilə əmələ gəlməyəcək. Gərək burada səmimi münasibətlər, ailə daxilində olan, fərdlər içində olan, bir-birinə qarşı olan münasibətlər də düzəlsin. Normal tərbiyə üsulu tətbiq olunsun ailələrdə ki, o ailələrdən çıxan fərdlər sabah cəmiyyətdə hərc-mərzlik və yaxud fitnə-fəsadlar yaratmasınlar. Bu modeli, yəni İslamın təqdim etdiyi, Qur'anın təqdim etdiyi hədislərdə bundan qabaq qeyd etdiyimiz bu məsələləri Həzrəti Əli əleyhissalam və xanım Zəhra sallallahu əleyha onların qurduğu ailə bariz nümunədir bunun üçün. Yəni bir insan Qur'an-ı Kərimdə ailə dəyərlərini oxuyur, hədislərdə ailə dəyərlərini oxuyur, amma onun tətbiqinə gəldikdə, onun tətbiqini, yəni mükəmməl şəkildə, kamil şəkildə tətbiqini biz bu ailədə tapa bilərik. Yəni Əhl-i Beyt
ailələrində tapa bilərik. Xüsusən də xanım Zəhra salamü əleyhanın öz həyat yoldaşına münasibətində tapa bilərik. Xanım Zəhra salamü əleyhanın öz atasına münasibətdə tapa bilərik. Bəli, bunlar səbəblərdən biridir ki, xanım Zəhra salamü əleyhanın həyatının digər bir hissəsi də Allah sevən kimi, Allah istəyən kimi olur. Yəni, ailə daxilində münasibətlər artıq xanım Zəhra salamü əleyhanın sabah ictimai və siyasi məsələlərdə artıq öz təsirini qoyur. Ona görə xanım Zəhra salamü əleyhanın həyatının digər bir qisminə baxsaq, görərik ki, Həzrəti Zəhra salamü əleyha öz atasının qulluğundakı durur, xidmətindəki durur, atasını müdafiə edir, onu bir peyğəmbər kimi müdafiə edir, onu öz peyğəmbəri bilir, atası yox. Atasıdır, təbii ki, atasıdır. Amma onu müdafiə etdikdə, ona xidmət etdikdə, ona bir peyğəmbər kimi xidmət edir. Onu özünə peyğəmbər bilir. Və həmçinin də Həzrəti Əli əleyhissalamın xidmətində durduqda və Həzrəti Əli əleyhissalamı o ki, müdafiə etdi, onun haqqını müdafiə etdi, onu öz imamı bilirdi, müdafiə etdi. Yəni, belə deyil ki, həyat yoldaşıdır deyə onu müdafiə edir. Bəzi insanlar əgər düzgün tərbiyə almayanda, düzgün İslami tərbiyə almayanda, o öz həyat yoldaşı olaraq onu müdafiə edər və yaxud övladı olaraq müdafiə edər və yaxud atası olaraq müdafiə edər. Çünki qohumluq əlaqələrinə insanlar bəzən daha çox üstünlük verirlər. Amma Əhl-i Beyt əleyhissalamın həyatında qohumluq əlaqələri mühüm deyil. Allaha yaxın olma əlaqələri daha mühümdür. Allah Qurani Kərimdə ən üstün insanı ən təqvalı insan kimi təqdim edir. Yəni, ən təqvalı insanı ən üstün insan olaraq təqdim edir. İnnə əkrəməkum indəllah ətqakum. Xanım Zəhra salamü əleyha bu baxışla baxırdı. Xidmətində də bu baxışla baxırdı. Yəni, ailə daxilində olan münasibət, bir-birinə olan münasibət bu baxışla baxırdı. Yəni, onun imamıdır, onun peyğəmbəridir, bu baxışla baxırdı və həmçinin onları müdafiə edəndə də və onların haqqını müdafiə edəndə, onlar uğrunda mübarizə aparanda da ki, necə ki, onlar uğrunda xanım mübarizə apardı, yəni, xüsusən də Həzrət Əli əleyhissalam haqqında mübarizə apardı və bu mübarizənin sonunda şəhadətə yetdi, şəhadət məqamına çatdı. Baxın, bu baxışla imamı olaraq bunları yerinə yetirirdi. Amma insan əgər bu baxışla baxmasa, sabah hansısa bir dəyərli bir insanı müdafiə etmək üçün bir də görərsən, düşünər ki, onun mənimlə heç bir qohumluq əlaqəm yoxdur, ona görə onu müdafiə etməyə ehtiyac da yoxdur. Bu çox mühümdür. Axirət zamanda şeytanın əsas hədəflərindən biri ailələrdir, ailə səngəridir, ailə münasibətləridir ki, şeytan, baxın, axirət zamanda yaşayırıq. Axirət zamanda yaşayırıq. Bugün cəmiyyətdə olan ailələrin, müəyyən ailələrin necə də bərbad olmasının şahidi oluruq biz. Səbəbi nədir? Səbəbi budur ki, İslam ailə modelinə baxıb nümunələr götürmək istəmirlər. Qərb və Avropa modeli artıq müsəlman ailələrinə nüfuz etməkdədir. Niyə? Səbəbi də budur ki, özləri qəflətə düşdükdən sonra artıq onlar nüfuz yollarını tapırlar. Şeytan da bu məsələnin üstündə çox möhkəm işləyir və şeytanın əsas hədəflərindən biridir. Ona görə ayıq, sayıq olmaq lazımdır bu səngərdə və qəflətə düşmək olmaz.